Heydərəliyev prospektinə 200 metrlik məsafədə torpağın və evin kubçası olan 2 mərtəbə 3 otaqdan ibarət belə bir gözəl həyət evi təqdim edirəm sizlər üçün. Bu evdən dəyərli izləyicilər, bizdə 2 ədəddir satışda, yəni soldakı evdə satışdadır. Bu evimiz tam hazır şəkildədir, yəni gir yaşa vəziyyətdədir. İstəyə görə soldakı evi də əldə edə bilərsiniz. O da yaxın zamanda tam təmirli şəkildə təhvil veriləcək. Evimizin belə bir həyət hissəsi var. Həyətə avtomobil daxil olmur, amma rahatlıqla stol qoyub oturmaq mümkündür. Xırdalan şəhərində yerləşir. 8 nömrəli məktəbin tam yaxınlığında. Yəni məktəblə evin arasında 15-20 metr məsafə var. Yerdən kürsülüdür. 2 mərtəbə 3 otaqdan ibarətdir. Torpağın və evin kubçası var. Sağda bizi qarşılayıb belə bir sanuzu. Metlaq olan hissələr isti döşəmədir. Soldan ikinci mərtəbəyə qalxan pilləkən, bu hissədə isə mətbəx üçün yer nəzərdə tutulub bizdə. Burada yerləşir geniş bir qonaq otağı. Onu da qeyd edim ki, dəyərli izləyicilər, bu evimizin otaqları çox gözəl və genişdir. Baxın, belə səliqəli bir qonaq otağıdır. Bir daha qeyd edim sizlər üçün, Xırdalan şəhərində yerləşir. Avpark yaşayış kompleksi yaxınlığında Heydərəliyev prospektinə 200 metrlik məsafədə 8 nömrəli məktəbin tam qarşısında gözəl bir həyət hissəsi də var. Əsas odur ki, sənəd paket kubçadır. Torpağın və evin kubçası var. Qalxırıq ikinci mərtəbəyə. İkinci mərtəbədə yerləşir 2 yataq otağı. Qeyd etdiyim kimi, otaq ölçüləri çox gözəldir. Yəni, hər bir otaq 18-20 kvadrat metrdir, dəyərli izləyicilər. Baxın, belə bir gözəl, geniş yataq otağı. Pəncərələrin qarşısı tam açıqdır, işıqlı evdir. Evə günəş düşür, görürsünüz. Satış qiyməti 69.900 manatdır, dəyərli izləyicilər. Real alıcı ilə qiymətdə razılıq əldə olunacaq. Məktəbin tam qarşısında, baxın, gördüyümüz bu bina 8 nömrəli, yeni tikili orta məktəbdir. Məktəblə məsafəsi 15-20 metrdir. Evimizin geniş bir küçəsi var. Yəni, avtomobil saxlamağa rahatlıqla yer var küçədə. Bu isə sonuncu, üçüncü otağımız idi. Ətraflı məlumat üçün əlaqə saxlayırsınız. Sizin də satışlarındakınız varsa bizə müraciət edə bilərsiniz.